İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış çərçivəsində həyata keçirilən sosial-iqtisadi layihələrin hansı mahiyyətini, əhəmiyyətini diqqətə çatdıra bilərdiniz? İşğaldan azad olmuş ərazilərimizə böyük qayıdış çərçivəsində həyata keçirilən sosial-iqtisadi layihələr bilavasitə hesab edirəm ki, dünya ictimaiyyətini, nəinki ölkəmizi, dünya ictimaiyyətini böyük mənada təəccübləndirməkdədir. O baxımdan ki, məhz Azərbaycan 44 günlük müharibə dönəmində nə cür bu təəccübü yaşatmışdırsa, sürət baxımından, keyfiyyət baxımından, peşəkarlıq baxımından, məhz ötən 5 il ərzində də bu ərazilərdə yenidən qurma və bərpa işlərinin sürəti və peşəkarlığı və keyfiyyəti baxımından oxşar performans göstərməkdədir. Tam mübaliğəsiz olaraq qeyd etmək istərdim ki, baxın, bugün biz Şərqi Avropada, Yaxın Şərqdə, postkonflikt dönəmində bərpa və quruculuq işlərini həyata keçirən ölkələri xatırlaya bilərik. Və heç bir ölkələrdən heç biri Azərbaycan qədər sürətli, real və keyfiyyət və kəmiyyət göstəricilərinə sahib layihələri bu ölkədə icra etməmişdir. Qısa müddət ərzində kütləvi minadan təmizlənmə işləri, yol infrastrukturunun, enerji infrastrukturunun, qaz infrastrukturunun və digər infrastruktur layihələrinin böyük ölçüdə icra olunması, yaşayış məntəqələrinin salınması, bura köşkün təmin olunması, məşğulluğun təmin olunması, hava limanlarının salınması və digər görülən böyük işlər sözün həqiqi mənasında zaman kəsiyi baxımından və əhatə dairəsi baxımından və sistemlilik baxımından digər ölkələrə örnək ola biləcək səviyyədə təmin edilmişdir. Sizcə, özəl biznesin böyük qayıdış layihəsi çərçivəsində iştirakı hansı səviyyədədir və bu iştirak səviyyəsi qənaətbəxşdirmi? Hazırda işğaldan azad olmuş ərazilərimizdə yenidən qurma və bərpa işlərində təbii ki, özəl sektorun, özəl biznesin rolu vardır. Lakin bugün dövlət və özəl sektor arasında olan rolun pay çəkisinə baxdıqda birmənalı olaraq dövlətin rolu üstünlük təşkil edir. İcra olunan layihələrin də böyük əksəriyyəti dövlət investisiya layihələridir. Məhz buna görə də bugünə qədər 22 milyard manat ətrafında bir vəsait xərclənmişdir bu torpaqlarda. Qarşıdakı dönəmdə minalar təmizləndikcə, dövlət tərəfindən əsas infrastruktur şəraiti yaradıldıqca, özəl sektorun burada inkişaf etdirilməsi üçün yaradılması və bura köçürülmüş bizneslərin inkişaf olunması üçün daha münbit şərait yaranacaqdır. Özəl sektorun burada işinin qurulması üçün və müsbət dəstəkləyici mühitin yaradılması üçün dövlət tərəfindən kompleks addımlar atılırmı? Bəli, atılır. Biz ən böyük addım kimi burada olan böyük güzəştlər paketini adına çəkə bilərik. Yəni, dövlətin burada fəaliyyət göstərən subyektləri gömrük deməli daxil olmalarından, ümumiyyətlə gömrük ödənişlərindən, vergi ödənişlərindən, kommunal xərclərdən azad etməsi, eyni zamanda sənaye zonaları vasitəsilə hazır infrastrukturu bu təsərrüfat subyektlərinə, yəni sahibkarlara təqdim etməsi buna bariz bir nümunədir. Lakin bir mənalı qeyd etmək istərdim ki, bugünkü deməli vəziyyət, yəni özəl sektorun işğaldan azad olunmuş ərazilərimizdə olan xüsusi çəkisi və dövlətin xüsusi çəkisi arasında olan nisbətdə dövlət çox böyük üstünlüyə malikdir. Amma qarşıdakı dönəmdə hesab edirəm ki, məhz bu bölgünün özəl sektor üzrə artmasına ehtiyac vardır və artacaqdır da böyük ehtimal ki. Çünki sülh müqaviləsinin bağlanmasından sonra bir başqa atmosferi biz orada görə biləcəyik. Özəl biznesin böyük qayıdış layihəsi çərçivəsində icra olunan işlərə, həyata keçirilən tədbirlərə cəlb olunması üçün dövlət hansı addımları atır və indən sonra nələri etməlidir? Özəl sektorun işğaldan azad olmuş ərazilərimizdə xüsusi çəkisinin artması üçün
burada fəaliyyətin stimullaşdırılması üçün dövlət müxtəlif sistemdə addımlar atmaqdadır. Müxtəlif güzəşt paketləri vardır, müxtəlif təşviq edici alətlərdən istifadə olunur. Çünki əhalinin bura köçməsindən sonra burada dayanıqlı məşğulluğun təmin olunması üçün sahibkarlıq subyektlərinin burada fəaliyyətinin stimullaşdırılması, genişlənməsi və inkişaf etdirilməsi son dərəcə önəmlidir. Və bu kontekstdə dövlət də maraqlıdır ki, burada özəl biznes sahələri getdikcə genişlənsin. Hazırki məqamda müəyyən güzəştlər olunsa da, müəyyən istiqamətlərdə düşünürəm ki, daha da optimallaşdırmaya, eyni zamanda dəstək mexanizmlərindən daha çox onların fəaliyyətə başlaması üçün olan prosedurların təkmilləşdirilməsinə daha çox ehtiyac vardır. Mümkün qədər bir pəncərə sisteminin burada tətbiq edilməsi, burada fəaliyyətə başlamaq istəyən sahibkarlıq subyektləri üçün daha əlçatan mühit formalaşdırmış olardı. Çünki bu gün burada fəaliyyət başlamaq istəyən sahibkarlar bir instansiya deyil, bir neçə prosesdən və bir neçə istiqamət üzrə müraciət edir və yaxud da bir istiqamətə müraciət edir və həmin istiqamətdən dolayı digər dövlət qurumlarının bu və ya digər formada razılığı, icazəsi və digər formada məsələyə müdaxiləsinə ehtiyac vardır. Amma bir pəncərə sisteminin burada tətbiq edilməsi və həmin pəncərədə ayrı-ayrı dövlət qurumlarının eyni zamanda var olması və yaxud da alternativ variantların hazırlanaraq kompleks şəkildə təqdim edilməsi düşünürəm ki, işğaldan azad olunmuş ərazilərimizdə sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması dinamikasını daha da yüksəltmiş olar. Sizcə böyük qayıdış layihəsinə özəl biznesin cəlb edilməsi müstəvisində hansısa əngəllər varmı və əgər bunlar varsa, onların aradan qaldırılması üçün hökumət hansı addımları atmalıdır? Hazırda işğaldan azad olunmuş ərazilərimizdə özəl təsərrüfat subyektlərinin fəaliyyətə başlaması üçün hər hansısa bir ciddi problemin olduğunu düşünmürəm. Sadəcə olaraq mövcud prosedurların sadələşdirilməsinə, optimallaşdırılmasına ehtiyac vardır. Problem isə əgər varsa belə bu yalnız kadr çatışmazlığı istiqamətində qeyd edilə bilər. Eyni zamanda prosedurların bir qədər zaman baxımından zaman alması kimi qeyd oluna bilər. Ələlxüsus da vurğunun mən kadr potensialını vurğulamaq istədim. Çünki işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurma və bərpa işlərinin həyata keçirilməsi üçün və ən müasir tələblərə cavab verən ağıllı kənd, ağıllı şəhər, yüksək səviyyəli dünya standartlarına uyğun infrastrukturun yaradılması üçün ən peşəkar kadrlara ehtiyac vardır. Ən peşəkar kadrların isə orada fəaliyyət göstərməsi, yəni işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlavə motivasiya edici dəstək mexanizmlərinə ehtiyac vardır. Çünki bu gün işğaldan azad olunmuş ərazilərimizdə səmimi etiraf edək ki, peşəkar kadrların orada işləməsi onların böyük əksəriyyətinə sərfəli deyil. Çünki ailələri paytaxtda, böyük şəhərlərdə, uşaqları bu şəhərlərdə, böyük yəni paytaxtda oxuyur, işləyir. Bütün həyatı paytaxtda qurulub və onlar bütün ailəni paytaxtda qoyaraq işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərirsə, ailəsindən kənarda fəaliyyət göstərirsə və yaxud da ailəsini belə orada daşıyırsa, deməli bu onun üçün əlavə xərc yaradır və paytaxtda olan fəaliyyəti isə işğaldan azad olunmuş ərazilərimizdə göstərdiyi fəaliyyətindən ona daha çox gəlir gətirir. Bugün bir çox peşəkar kadrların, mühəndislərin, maliyyəçilərin, texnoloqların və digər peşəkarların işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi onların Bakıda qazandıqları vəsaitdən daha az vəsait hesabına onlar üçün formalaşır. Yəni biz ayrı-ayrı mütəxəssislərlə danışdıqda belə bu məsələlər qabardılır. Bu baxımdan düşünürəm ki, dövlət tərəfindən düzdür, bu istiqamətdə olan kadrlara müəyyən güzəştlər vardır. Amma bu güzəştlərin hesab edirəm ki, bir qədər də artırılmasına, stimullaşdırıcı addımların sistemli şəkildə belə deyək, daha yüksələn xəttdə formalaşmasına ehtiyac vardır.